ve xahiş elədim ki, mənə noğul göndərsin. Analar, ataları bunları qucaqlayır, əzizləyir. Yazdım ki, hörmətli sənətkarımız Lütfiyar müəllim. Mən uşağım internet məktəbində oxuyuram. 4-cü sinifdə mənim heç kəsim yox. Mənimsə əlimdə Arif Quliyev xatırlayırdı. Mən Allahından ona görə razıyam. Ona minnətdaram ki, o çətinlikləri, ata-ana nəvazişini məndən alıb mənə qismət etmədi. Amma böyük bir xalqın, Azərbaycan boyda böyük günəşin sevgisini, məhəbbətini mənə verdi. Amma mən Allahımdan ona görə razıyam. Ona görə Allahıma minnətdaram ki, o çətinlikləri, ana-ata nəvazişini məndən alıb, onu mənə qismət eləməyib. Amma böyük bir xalqın, böyük bir Azərbaycan boyda böyük günəşin insanlarının sevgisini, məhəbbətini mənə verir. Azərbaycan komediya filmlərinin siması, xalq artisti Arif Quliyev uşaqlar evində böyüdüyü üçün harada və nə zaman anadan olduğunu dəqiq bilmirdi. O deyirdi ki, onu Mərdəkandakı 17 nömrəli uşaq evinə gətirib qoyublar. Qara çarşablı, hündür bir qadın əlimdən tutub məni gətirdi. Dedi ki, peçinya ilə konfet alım, gəlib səni aparacağam. Eləcə də məni qapıda qoyub çıxıb getdi. Ondan sonra nə valideyn nəvazişi görmüşəm, nə də onları görmüşəm. Mərdəkandakı 17 nömrəli uşaq evinə gətirib qoyublar. Yəni bir qara çarşablı bir qadın idi, hündür. Məni əlimdən tutub gətirdi. Dedi ki, bu saat mən gedim peçeni alım, yəni peçeni, konfet alım, gəlib səni aparacağım. Eləcə də məni qoydu o qapıda, çıxdı, getdi. Ondan sonra mən nə valideyn nəvazişi görmüşəm, nə onları görmüşəm. Rəsmi olaraq doğum tarixi 16 may 1950-ci il hesab olunurdu. Daha sonra indiki Şirvan şəhərində yerləşən internat məktəbində böyüyüb. Məktəb illərində müəllimlərindən biri öz soyadını ona verir. Onun familiyası Quliyev idi. Dedi familiyanı yaz, Quliyev Arif. Adın olsun Arif, ata adı da Əli olsun. Yazın Əlioğlu. Arif Quliyev özü isə yaşını dəqiq bilmədiyini deyirdi. Məni 50-ci il yazıblar. Bəlkə 50 deyiləm, 55-əm, bəlkə 45-əm. Onu mən bilmirəm. Familiyası Quliyev idi. Dedi ki, familiya yaz Quliyev Arif, Əli olsun sənin köməyin, olsun Əlioğlu. İndi mən yazıblar 50-ci il. Bəlkə 50-ci il deyirəm, 55-əm. Bəlkə 50 deyirəm, 45-əm. Onu da mən bilmirəm deyim. Uşaq yaşlarından qaçışa marağı olub. Futbola böyük həvəs göstərib. Sonra sənədlərini Mədəni Maarif Texnikumuna verir. Rayondan onu imtahana yola salanda belə deyiblər. Arif, qəbul olmasan geri gəlmə. Salam, sağ ol! Harakat, Xeyr ola Emiriş. Xeyirdir. Şəhərdən kino çıxardanlar gəlir. Ağlamalıdır, gülməli. Ağlamalı. Axırda da evlənirlər. 3 imtahandan keçsə də fizika fənnindən kəsilir. Gedəcək yeri olmadığı üçün axşama qədər məktəbin həyətində qalır. Məktəbin direktoru ona yazığı gəlir və evinə aparır. Məni gətirdi evə, çörək verdi, yedizdirdi. Yoldaşı dedi, uşağı sal hamama. Çimizdirdilər, paltarımı dəyişdilər. Səhər məni yenə texnikuma gətirdi. Yazını özü yazdırdı, mənə 5 yazdı. Beləcə Arif Quliyev Mədəni Maarif Texnikumunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Bakıya gəldikdən sonra qalmağa yeri olmadığı üçün vağzal işçisinə kiçik məbləğdə pul verərək vağzalda qalır. Təhsilini bitirdikdən sonra Mingəçevir Dövlət Dram Teatrına göndərilir. Yazdım ki, hörmətli sənətkarımız
Lütfiyar müəllim. Mən uşaq internet məktəbində oxuyuram. 4-cü sinifdə mənim heç kəsim yox. ...1973-cü ildə İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir. Teatr səhnəsində yaratdığı obrazlarla qısa zamanda məşhurlaşır. Arif Quliyev Şans, Bığ əhvalatı, Qaynana, Lift əhvalatı, Yarımştat, Evləri köndələn yar kimi telitamaşalarda çəkilib. Onu daha da məşhur edən filmlər isə bunlar oldu. Bəyin oğurlanması, Bəxt üzüyü, O dünyadan salam, Qəm pəncərəsi, Mənim ağ şəhərim. Məşhurlaşdıqdan sonra illər ərzində 19 dəfə fərqli qadın onu taparaq anası olduğunu deyib. Lakin onların heç biri həqiqi anası olmayıb. Ayıbdır. Olmaz ki gedim adam kimi girim həyətə. Deyim nə var nə yox. Hal-əhval tutub, deyim necəsiz, işiniz, gücü. Susamız. Salam, mən sənə demək istəyirdim ki... Elə mən də. Nəyi? Səni sevdiyimi. Hə, elə mən də. Onda axşam gələrsən. Hara? Ura! Arif Quliyev Mingəçevirdə işlədiyi vaxt teatr kollektivi onu bir qızla nişanlayır. Lakin aktyor əskərlikdən qayıtdıqdan sonra həmin qızla yolları ayrılır. Daha sonra Gülzar adlı xanımdan xoşu gəlir. O xatırlayırdı. Ana yox, ata yox, qohum-əqraba yox. Gəldim teatrda məsləhətləşdim. Nəsibə xanım, Hacı Baba müəllim, Səyavuş müəllim, Mobil müəllim, 5-6 nəfər getdilər elçiliyə. Arif Quliyevin 2 oğlu, bir qızı dünyaya gəlib. Oğlu Fərid 11 il həbs həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra uzun sürən xəstəlikdən vəfat edib. Digər oğlu Rövşən Quliyev evlidir. Gördüm ki, bütün uşaqlar ayrı-ayrı oturublar. Analar, ataları bunları qucaqlayır, əzizləyir, çamadanlarına, sumkalarına hər şey qoyurlar. Mənimsə əlimdə Aktyor uzun illər İrəvan Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1990-cı illərdə Arif Quliyev konsertləri ilə xalqın sevimlisinə çevrilir. 1993-cü ildə ona xalq artisti adı verilir. O, Humay, Qızıl Dərviş, Zirvə mükafatlarına və prezident təqaüdünə layiq görülüb. 2021-ci il mayın 7-sində koronavirusdan vəfat edib. Aktyor Qurd Qapısı qəbristanlığında dəfn olunub. Əgər belə maraqlı həyat hekayələrini izləmək istəyirsinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.